44 günlük vətən müharibəsindən sonra Azərbaycan ordusunun döyüşlərin gedişində həyata keçirdiyi unikal hücum planları, taktiki gedişlər, yeni texnologiyalardan aktiv istifadə etməsi hələ də dünyada müzakirə olunmaqdadır. Hərb tarixində yeniliklərə imza atan ordumuzun müharibəni qısa zamanda uğurla başa vurması dost, düşmən, hər kəsi heyrətləndirib. Bugün dünyanın bir çox ölkəsindəki hərbi akademiyalarda ordumuzun taktiki gedişləri, strategiyaları dərs olaraq öyrədilir. Eyni şəkildə hazırda davam edən müharibələrdə də dövlətlər eyni taktikalardan istifadə etməyə çalışırlar. Ordumuzun gətirdiyi yeniliklərdən ilki savaşların spontan deyil, tam dəqiqliklə aparılmasıdır. Təsadüfi deyil ki, 2020-ci ilə qədər sadəcə adlarını eşitdiyimiz PUA texnologiyasının əsl gücü də elə vətən müharibəsində üzə çıxdı. Təkcə Bayraktar TB2 dronları vasitəsilə Azərbaycanın Ermənistanın hərbi texnikasının böyük qismini məhv edib. Eyni şəkildə dron texnologiyaları vasitəsilə düşmənin ön və arxa cəbhədə atdığı bütün addımlar izlənilir, hələ onlar hərəkətə keçmədən qarşılıq verilirdi. Qəhrəman ordumuzun mülki və hərbi texnikaları ayıraraq sadəcə ölkəmizə qarşı təcavüzə cəhd edən hərbi birləşmələr darmadağın etməsi də bunun ən böyük sübutudur. Üstəlik, Müdafiə Nazirliyinin gördüyü adekvat tədbirlər çərçivəsində düşmənin mülki şəxslərə və obyektlərə zərbələr endirilir yalanları video sübutlarla ifşa edilərək bütün dünyaya göstərildi. Məhz bunun nəticəsidir ki, Azərbaycanın dronlardan aktiv şəkildə istifadəsi dünya hərb tarixində inqilabi dəyişiklik hesab olunur. İkinci Qarabağ müharibəsindən sonra dünyada ordu silahlanmasında dron dövrü başlayıb və böyük dövlətlər Azərbaycanın təcrübəsinə başvurublar. Bundan əlavə, torpaqlarımızın 30 ilə yaxın düşmən işğalı altında olması və böyük müdafiə istehkamlarının qurulmasına baxmayaraq, ordumuz cəbhə xəttini qısa müddətdə yararaq, müharibənin başlamasından qısa gün sonra təkcə bir deyil, bir neçə istiqamətdə torpaqlarımızı azad etməyə başladı. İndiyədək dünya hərb tarixində tətbiq olunan öncü birliklərin cəbhə xəttinə yollanması və müdafiənin böyük itkilər hesabına yarılması taktikası ordumuzun dəmir yumruq əməliyyatı ilə tarix oldu. Cəbhə xəttində qəhrəman əsgərlərimizə təhdid olan hər bir texnika və ünsür uzaq məsafələrdən dəqiq artilleriya atışları ilə məhv edildi. Bu isə müharibələrdə kəşfiyyat və informasiyanın vacibliyini, ordumuzun da bu sahədə peşəkar olduğunu dünyaya nümayiş etdirdi. Eyni şəkildə dron və qırıcılarımıza qarşı mane ola biləcək müdafiə sistemlərinin yüksək peşəkarlıqla hədəflərindən yayındırılması taktikası da geniş müzakirələrə səbəb olub. Belə ki, An-2 təyyarələrinin döyüşlərdə tələ yemi kimi istifadə olunması unikal taktiki gediş hesab edilir. Ordumuz 1947-ci ildə dizayn edilən və köhnə texnologiya hesab edilən An-2-lər Ermənistanın hava hücumundan müdafiə sistemlərinin mövqe rayonlarını aşkarlamaq üçün fəal şəkildə tətbiq edirdi. Hərbçilərimizin bu nadir və ağıllı fəndi hazırda dünya hərb tarixində yenilik kimi qəbul edilir. Döyüş əməliyyatlarının gedişində Ermənistan Müdafiə Nazirliyi az qala hər gün Azərbaycan qırıcı bombardımançılarının vurulduğu haqda raportlar verirdi. Hərbi əməliyyatların ilk 2-3 həftəsindən sonra onların vurduqları hərbi təyyarələrin sayı onlarla ölçülürdü. Lakin daha sonra üzə çıxdı ki, Ermənistanın hava hücumundan müdafiə sistemləri Azərbaycanın An-2 təyyarələrini vurur və nəticədə çox naşı şəkildə öz mövqe rayonlarını üzə çıxarırlarmış. Rabitə vasitələrində biz düşmənin erməni dilində yanlış komandalar verərək istədiyimiz mövqelərə çəkir, istədiyimiz mövqeləri tərk etməyə məcbur edirdik. Və ən başlıca ümumi informasiya məkanında ki, bu ordudan kənar sivil vətəndaşlarımızın məlumatlarının yayılmasının qabağı almaması üçün dövlətimiz qabaqcadan informasiya ilə bağlı informasiya təhlükəsinə və vətəndaşlarımızı təlimatlandırır. Qeyd edək ki, vətən müharibəsindən sonraki mərhələdə də ərazilərimizin suverenliyinin bərpası əməliyyatlarının 23 saat 45 dəqiqə kimi qısa zamanda bitməsi də ordumuzun gücünü bir daha sübut edir. Düşmənin separatçı ünsürləri peşəkarcasına izlənilib və təhdidlər məhv edilib.